Səhər yeməyimi yedikdən sonra Təbrizə gəlməmişdən öncə araşdırdığım yerləri gəzməyə başladım. Əvvəlcə gəzə-gəzə gəlib Saat Meydanının yanına çıxdım. Və demək olar ki, bura Təbrizin mərkəzi nöqtələrindən biridir. Şəhərin axını da elə buradan başlayır. Araz üstə, buz üstə, ay qız amandır. Saat Meydanının yanından da elə gəzə-gəzə gəlib çıxdım Tarbiyat küçəsinə. Hansı ki, piyada üçün nəzərdə tutulub bu küçə və mənə biraz Bakının Targovusunu xatırlatdı. Mağazalar, insanlar, şəhər həyatı, bir sözlə burada həyat qaynayır. Bir tək fərq var, burada motosikletlər düz insanların yeridiyi yerdən keçib gedirlər. Güzelim qəlbimdən bağlıyam sənə. Təbriz çox qəşəng şəhərdir. Adamları da çox mehribandır. Çox köməksevərdilər, çox mehribandılar. Amma yol hərəkət qaydaları məni qorxutdu. Qaydaların olmalı, daha doğrusu. Dostlar, bildiyiniz yəni instinktlə keçirlər də yoldan. Tarbiyat küçəsindən sonra yolum Təbrizin böyük bazarına düşdü. Bura dünyanın ən qədim və ən böyük örtülü bazarlarından biridir və UNESCO-nun dünya irs siyahısına daxil edilib. Bu bazar UNESCO-ya daxil edilib çünki 100 illərdir ticari, sosial və mədəni həyatın mərkəzi olub. Memarlıq baxımından qorunmuş karvansaraları, tağları və keçidləri var. Şərqlə qərbi birləşdirən İpək yolu üzərində mühim rol oynayıb. Bugün də əvvəlki funksiyasını itirmədən yaşayır. Bazarın içində hər şeyin öz yeri var. Xalçaların satıldığı hissələr, qızıl və zərgərlik küçələri, ədviyyatlar, parça dükanları, mis qablar. Gəzərkən həm ticarəti, həm də 100 illərin izini hiss eləyirsən. Bazarın içində kiçik çayxanalar və restoranlar da var. Yorulub dayanmaq, bu atmosferi yaşamaq üçün. Təbrizdə yol sadəcə bir yerdən bir yerə aparmır.